Yəni, bilindiyi kimi bir çox insanlar xüsusi spesifik fobiyalardan əziyyət çəkə bilməkdədir. Bu fobiyaların bir qrupu da məhz heyvan fobiyasıdır. Yəni, bu cür insanlar məsələn bəzi küçə heyvanları ilə qarşılaşanda yollarını dəyişdirib belə başqa yerə gedə bilirlər, yollarını başqa yerdən sala bilirlər. Heç bir şəkildə zərərsiz olmaqlarına rağmen bu heyvanlarla təmas edə bilmirlər. Nəzərinizə çatdırım ki, bu cür fobik reaksiyaların əsas müalicəsi zaten dərman müalicəsi deyil. Bu cür fobik reaksiyaların müalicəsi əsasən fobiya obyekti ilə, yəni bizim durumumuzda heyvanlarla, yəni sıx təmaslardan keçir. Yəni, əgər sizin də belə bir, məsələn, hər hansı bir heyvana qarşı, yəni pişiyə qarşı bir fobiyanız varsa, siz də tədricən, yavaş-yavaş özünüzü qorxmağınıza və narahat olmağınıza rağmen pişiklə təmasa alışdırsanız yavaş-yavaş, bir yerdən sonra fobik reaksiyanın azalıb aradan qalxdığını görə bilərsiniz. Və bir müddətdən sonra hətta mənim hal-hazırda etdiyim kimi pişiyi belə qucağınıza oturub rahat-rahat onu sığallaya da bilərsiniz.